Dar ikinci bölümden qabağınızdayım. Düzdeyim, bunu birinci bölüm qurtardıqdan bir saniye sonra çəkirəm. Çünki oyunu çox sevirəm. Xüsusilə tarixi oyunlar və strateji belə tarixi oyunları çox sevirəm. Bir müddət Age of Story 3'ü oynadım. Orada Azərbaycan oynadım. Düzdeyim, diğer ölkələrin oynadığımda Azərbaycanla oynadığım qədər zövq almadım. Yəni Səfəvilər İmperiyasından oynadığımda zövq almışdım. Sözün özü, yəni belə oyunları çox sevdiyimdən ötürü ara-arxaya çəkirəm bölümləri. Ama eğer siz sevmişsizsə, benim bir sürü burada hesabım var. Tarixi çok sevdiğimi demiştim. Onlardan qalanlarla oynayaram. Bu hesabla oynamayaram. Fikirlərinizi göstərərsiniz. Yəni 2-3 bölüm arxaya gəlsə, "Vau, bu uşaq harı" deməyin. Zaten sıfır bir kanalam. Kim deyəcək ki, belə bir şey? Heç kimin takipləşəcəyini falan, abunələyəcəyini, yorum falan yazıdan da düşünmürəm, amma yenə də. Hadi başlayalım indi. Sizə like, söhbət açılmışdan like atsız, mənə çox böyük minnətdar olarsınız. Like önemli değil də, abunə və yorum mənim üçün çox önəmlidir. Məni sevindirir. O dəstəmizi bir qatılıb deyirəm yəni. En son nerede qalmışdıq? Deyəndə bir saniyə sonrasını unutmuram. Səfəvi İmperiyasına sərhədimiz yaxınlığında hərbi fəallığın narahatlıq doğuran artımını müşahidə edirik. Mən bunlarla danışmayacağım. Görən şey düzəldi. O bak. Yeni söhbətə başlayın. Japonya. Bu. Lan bu İran hardadır? Şimdi. Bir müddet sonra Almanya bunlara savaş ilan edəcək. Türkiyə sərhədlərini gücləndirir. Sovetləri tanıyıramsa bura tutmaq üçün hay aparır. Məncə mən buranı işğal edeyim. Birləşmiş Ərəb Əmirlikləri. Bu sayda Hörmüz boğazını kontrolüm altına almış olaram. Ordu modernizləşməsi demişdim. Məsləhətimizə danışaq bir dənə. Sovet haqda nə edək? Burada məsləhətçi də var. Məsləhətləşə bilirik oyunu bilməyənlər üçün. Düşünmək. Çox pul yemədim ki, bizim plada ehtiyacımız var. Neyse. Şamsovet ittihamları və sərhəd toqquşmalarıyla bağlı ağır vəziyyəti nəzərə alaraq diqqətimizi şəxsi yönətmələrə xahiş edirik. Müdafiəni gücləndirmək, Kirmanşah və Xorasanı gücləndirin. Müttəfiq axtarmaq Türkiyə əsaslı. Diplomat mümkünsə bu iki bitənə danışıqlar yoldan müharibənin qarşısını alın. Müharibə eləyəcəm onsuz da. Müharibə eləyəcəm. Şimdi ölkədə xüsusilə Xorasan və Kirmanşahda müdafiəyi arttır. Tamam. Bir de şey yazdım. Ölkədəki müxalifət və üsyançı qüvvələri tez bir şəkildə ölkədən qov. Öldürmək çox bir şeydir, amma ölkədən qovmaq olar. Bu sayede içimizi de temizlemiş olacağıq, müdafiəmizi də artmış olacaq. Sovet Rusiyası bizə üsyanlarla və ya hərbimizin gücümüzün zəif olmağına görə heç bir şeydə ərazi işğal bilməyəcək. Əslində mən deyirəm ki, ya da demirəm, Xəzər sahilini onlara verməyim çox böyük strateji mane olar. Deməyim o idi ki, bunlara Xəzər dənizini verim, Sovet Rusiyası veya müharibə olmasın, buradan o kadar sərhəddə var ki, girə bilər yəni. O yüzden vazgeçtim o işten. Ama şimdi bir gündəmə baxaq elədiklərimizdən sonra. O kadar yəni müdafiəni arttırdıq. Repressiya biraz təhlükəsizlik tədbirlərini gücləndirir. Sovet İttifaqı Səfəvi hazırlıqlarına cavab verir.
sərhədlərin mövzunu artırır. Türkiyə regional qeyri-sabit narahatlığını iddia edir. Səfəvi imperiyası daxili ixtilaf yatırıldı. Bir dəqiqə. Düşündüyüm mi oldu? Yox, hər iş yox. Sovet İttifaqı diplomatik uvertüra hesab edir. Səbəbi hərbi komandanlıq potensial sərhəd atışmalarına davam edir, hazırlaşır. Sovet rəhbərliyi Səfəvi imperiyası irtibatını müzakirə edir. Səfəvi imperiyası artan gərginlik arasında hərb hazırlığı nəzərdən keçirir. Sovet komandanlığı hərbi ehtiyat planlarını, ittifaqı gərgin azalması ilə Sovet hərbi komandanlığı Səfəvi imperiyası potensial münaqişə üçün hərbi ehtiyat planlarını intensivləşdirir. Səfəvi imperiyası potensial Səfəvi cavab hazırlayır. Sovet İttifaqı ultimatum verməyə hazırlaşır. Oğlum bu Birinci Dünya Müharibəsi nə vaxt başlayacaq? Başlasın da bitirək biz bunları. Lan başladığım an girəcəm bunlara. Özü elə bir girəcəm ki, bu arada düz deyir. Sovetlərdən it kimi qorxur İngiltərə. Məncə Sovetlərdən İngiltərə qorxmamalıdır. İngiltərədən Sovet qorxmalıdır. Şuna baxsana, adamlar İtaliyada müstəmləkə edib artırıblar ki, Fransaya da bax. Fransa, İngiltərə, nəysə. Mənim təklifim Almanya Türkiyədən ibarət bir ittifaq qurmaqdır. Bu sayədə daha böyük təhlükə yarada bilərəm onlara. Yeni söhbət. İnşallah bu səfər söhbət sıfır göstərməz. Hayda. Bir dəqiqə. Sizdən bu sıfır söhbət göstərməyinə kömək istəyəcəm. Mobilcilər, əgər aranızda varsa kömək eləyin mənə. Əziyyət çəkirəm burada. Gözün görüm. Bu ehtimal olacaq şimdi. Yenə də sıfır dövlət deyir. Allah'ım çıldıracağım. Böyle eylesem peki. Türkiye, Almanya, Naziler. Yine sıfır ülke deyir. Neyse bunu problemi həlləməyə çalışacağım. Tamam. Şimdi deyə qaldım. Mənim məqsədim dövlətləri bərpa eləmək idi, amma Birinci Dünya Müharibəsi şərinə qədər əlim qolum bağlıdır. Adamların qüvvəsi 2 qat məndən çoxdur böyük ehtimal. Eləyə biləcəyim tək şey sərhədlərə qoşunlar yığmaqdır. Yeni gündəmə baxacağım. İttifaqı biraz Sovet İttifaqını rədd edir. Uy bilət. Müharibəyə girdik. Qafqazı şəfəq əməliyyatları başlayır. Sovet qoşunlarının Azərbaycana yeridilməsi. Hayda. Lar o bizi ölkələri təzə tanımışdıq. Türkiyə kömək gəl. Xorasanın səbəbi qüvvələri Xorasan tutmaq üçün mübarizə aparır. Sovet qoşunları Təbrizi hədələyir. Türkiyə Səfəvi İmperiyası konfrans tələb edir. Başlanmış söhbət. Sovetlərə qarşı bütün qüvvələri səfərbər et. Azərbaycanı geri al və arxadan Sovet qoşunlarını mühasirəyə al. Azərbaycan şu an çox kritik mövqeyə malikdir. Şimali yazın bir də anlasın.
Səbəbin versə biz də hazır münaqişənin böyük narahatlıq zəribə qarşılıqlı müdafiəsini koalisiya yaratmaq üçün sizi konfrans dəvət etmək istəyirik. Sizdən təcili yardım gözləyirik. Bizə hərbi dəstək verin. O kadar Türkçesən kardeşsən dedik. Yardım verin, edin. İki defa hərbi yazdım heyecandan. Koalisiya dediği de mənə sənsən yani. Böyük Britaniya koalisiyadan sayma məncə. O çıxarlarına baxar. Sovyet tezahüratlardan kaldırma ve ülke müdafiəsi rejimi hazırlamasını dərhal Ankara toplantıya. Sən toplana kadar onlar boyunuzu keçər hocam, keçər. Tutdular. Hani Kirmanşah. Kirmanşah buradır. Niye paytaxt kimi görsənmir lan bu bura? Sovyet ərazilərindəki üsyanlara dəstəki maksimuma çıxar, təcili nəticə istəyirəm. Mən bunu bir dəfə oynadım. 2-ci Dünya müharibəsi deyil deyəsən, birinci idi. Qazaxıstan tez burada yarandı. Burada Türkistan yarandı. Türkistan'da da orada. Evet, Türkistan yarandı. Şimdi 2 saat hani bir videodayım diye oyun mənə gəliş gəlir. Sovet qoşunları Azərbaycan qazanclarını möhkəmləndirir. Şərif və Qərbi Azərbaycanı ələ keçirdikdən sonra Sovet qüvvələri bölgəyə nəzarəti gücləndirir. Sovet ordusu hərbi vəziyyət tətbiq edərək hər hansı müqavimət əlamətləri boğaraq inzibati nəzarət yaradır. Lan. Xorasan Səfəvlərin əks hücum töhfələri. Səfəvin biraz Xorasanda Sovet irəliləyişinə qarşı durma cəhdləri, diqqətli müqavimət, maddi texniklər zəiflər, Səfəv qoşunları Sovet möhkəmlənmək müqavilələri yarmaq üçün mübarizə aparır. Təchizat xətləri nadir şəkildə uzanır. Sərt qış şəraiti hərbi əməliyyatları daha da mane olur. Sovet tezahüratını müzakirə etmək üçün Ankara konferansı açılır. Sovet təbliğatı güclənir. Sovet İttifaqı Səfəv imperiyasına hədəf alan təbliğat kompaniyasını gücləndirir. Səfəv hökumət zülmkar bir rejim kimi Türkiyə yardıma Kirmanşah gəlməyə başladı. Gözəl. Türkiyə gəlir köməyə. Devdiyinə Səfəv qoşunları arasında əhval-ruhiyyə yüksəlir. Gözəl. Məhz Elementin qüvvələr gücləndi. Səfəv qüvvələri Təbriz yaxınlığında əks hücuma keçdilər. Gözəl. Sovet Orta Asiyada daxili ixtisaslar artır. Sovet İttifaqının Səfəv imperiyasına müharibəyə diqqət yetirilməsindən istifadə edən Sovet Mərkəzi Asiyada separatçılar öz fəaliyyətlərini gücləndirir. Özbəkistan və Türkmenistan'da separatçı döyüşlərlə Sovet təhlükəsizlik qüvvələri arasında silahlı toqquşmalar baş verir. Almanya Sovet İttifaqı ilə Səfəv imperiyası arasında davam edən münaqişə ilə bağlı bir tərəflik eləməydi ha, mən sənin köməyinə muhtacam. Hər iki Xorasan cəbhəsini qazıb və sabitləşdirib. Sovet qüvvələri hər hansı qırılmaların qarşısını almağa diqqət yetirir. Lakin qazıcıları möhkəmləndirmək Səfəv dəstələrinin döyüş bölgəsinə çatmağı. Səfəvi imperiyası Şimali Azərbaycana hücum hərəkətlərinə hazırlaşır. Səfəvi imperiyası sizin Şimali Azərbaycanda hücum planlarınızı qeyd edirik. Uğur və regional sabitliyi təmin etmək üçün Türkiyə koordinasiyalı hərbi əməliyyatları təklif edir. Strategiyaları bölüşmə və səylərimizi koordinasiya etməyə hazırsınız mı? Bəli, Türkiyə ilə güclü bir dəmir yumruq olmalıyıq. Onu yəni tez koordinasiya edək. Biz sığınmış xətlərinə diqqət etməyi təklif edirik. Onların xətlərini pozmaq, sizinkini qorumaq. Biz razıyıq. Tez bir zamanda
Azərbaycanı ələ keçirib cənubdakı Sovet qüvvələrini arxadan gələrək məğlub etmək istəyirik. Ayrıca sizdən texniki silah, sursat, yəni daha güclü texnologiyaya malik donanma yardımı və təyyarə yardım gözləyirik. Donanmalarla Şimali Azərbaycanın tutulmasını tezləşdirib Rusiyanın dəniz sərhədlərini mühasirəyə alaraq yardım gəlməsinə mane olmaq. Yəni planım şudur: Xəzər dənizində və Qara dənizin Sovet ərazilərinə donanmalar yerləşdirib Sovetlərin gəlməsinə mane olmaq. Donanmalarla Şimali Azərbaycanın işğalından azadlığını tezləşdirmək. Ayrıca işğalla Şimali Azərbaycanı işğal edib arxada Cənubi Azərbaycanda işğal edilmiş əraziləri işğaldan azlığı tezləşdirmək. Və sizdən Sovet Rusiyasındakı üsyançı qüvvələrə dəstək vermənizi istəyirik. Bu da daha da güclü edəcək üsyançıları və Sovet Rusiyasını daha da zəiflədəcək. Yəni hər türlü stratejiya var bizdə, qardaş. Türkiyə ilə söhbətdəki şərtləri yerinə yetir. Şimdi baxaq görək. O barədə söhbətdəki şeyləri yapay zəkanı ələdiyimiz üçün bilir. Yəni o yapay zəka olduğuna görə o bilir nəyi eləmək lazımdır, eləyir. Və bax sonra yapay zəkanla çalışan ilk oyun olduğu üçün məncə də çox yaxşı da çalışır. Belə oyunlara dəstək vermək lazımdır. Səfəvi qüvvələri Şimal Ulduzu hərəkatına başlayıb. Ada bax, Şimal Ulduzu. Bu arada Sovetlər tez bir şəkildə bura tutdular, çünki orası bizə aid deyildi. Xatirəsiz Azərbaycan Cümhuriyyəti yaranmışdı orada. Onlar da qüvvələri az olduğu üçün tez bir şəkildə girdilər. Səfəvi qüvvələri Şərqi Azərbaycanı ələ keçirdi. Baxaq. Gözəl. Tez zamanda Təbrizə ələ keçirəcəm. Müharibədən sonra paytaxt Təbrizə götürməyi planlaşdırıram. Təbriz ətrafında ağır döyüşlər gedir. Təbrizi tutmaq təbii ki çətin olacaq. Çünki adamlar çox böyükdülər yəni. Gözəl. Oğlum mən bunu deyək kimi Səfəvilər tez bir şəkildə işte bu Səfəvi imperiyasının ərazi bütövlüyü. Sovet əksizm əməliyyatı Səfəvilərin qazancını təhdid edir. Eləsin qardaş, eləsin.
Ben daha ne eləyəcəm oğlum sənlə? Buradakı bütün öyrətləri müstəqil edəcəm lan səndən. Xorsan təpəsi sabitləşir. Mən səni ölkəmdən qovdum ya. Bunun arxası gələr. Sovet Mərkəzi Asiyada separatist hərəkətləri gücləndirir. Səfirlərin Azərbaycandakı uğurlarının cəsarət alan Sovet Orta Asiyada separatist hərəkətlər öz fəaliyyətlərini gücləndirir. Özbəkistan, Türkmənistan və Tacikistanda silahlı toqquşmalar Sovet sırasında daha da genişlənir və diqqəti Azərbaycan təpəsindən yayındırır. Gözəl, mən də istədiyim budur zaten. Yəni şu an Sovetlərin böyük diqqəti Asiyada, Ukraynada, Belarusiyada, İsveç ərazilərindəki üsyanlara yayılmış haldadır. Əlimi belə qaldırıram, sağdayam. Amma siz məni görə bilmirsiniz. Türkiyə rəsmi olaraq Sovet İttifaqına qarşı müharibəyə girib. Türkiyə öz hava məkanını və ərazi bütövlüyünü dəfələrlə pozduğunu göstərərək Sovet İttifaqına rəsmən müharibə elan edir. Türkiyə qoşunları Ermənistan və Gürcüstandakı Sovet qoşunlarını İttifaq əsas bölgələrinə olaraq Qafqaza koordinasiya etməyə başlar. Aman hocam, sən Qafqaza girmə. Mən Qazaxstana Qafqazı mən almaq istəyirəm. Nə baş verdi? Almanya Türkiyə və Sərhədin bir yerində dəstək verir. Çox qəşəng. Bu arada Almanya müharibəyə girsə, bitdi Sovet Rusiyası. Böyük bir Sovet İttifaqına yardım göstərməyə başladıq. Amma hocam, İran daxili komandanı Güney Azərbaycan təhlükəsini təmin etmək üçün hücuma hazırlaşır. Səfəvi imperiyası Şimali Azərbaycan azad edilməsində uğur qazandığını nəzərə alaraq Türkiyə Cənubi Azərbaycan təhlükəsini təmin etmək üçün koordinasiya hücum təklif edir. Məsələ ilə bağlı fikirləriniz nədir? Donanmalı və təyyarələrlə qüvvələri zəiflədib, əsas qüvvələrlə hücum və tez azad etmək. Yəni dediyim budur. Hava qüvvələrimiz hava roket atarlar. Qüvvələri zəiflədib, havadan da atış edirik sonuçta. Onlar bir yerdə bir düşman əskər falan itirəcəklər yəni. Havadan şeylər normal. Kapitan Amerika kimi qalxan tutacaq deyirlər ki. Sonra da əsas qüvvələrlə girəcəyik. Türkiyə ilə söhbətdəki şərtləri yerinə yetir. Gözəl. Hələ ki müharibədə Sovet Rusiyası o qədər də güclü deyil. Səfəvi imperiyası paytaxtı Təbriz. Şu ölkənin güzəlliyinə bax be. İkinci Dünya müharibəsində Səfəvilər savaşır, Qızılbaşlar. Səfəvi qüvvələri gözəl. Girdik. Nə oldu lan? Nə oldu? Şavər oxuyacağım. Səfəvi qüvvələr Güney Azərbaycan təhlükəsini təmin edir. Uğurlarına davam etdirən Səfəvi qüvvələr Türkiyənin əhəmiyyətli hava və dəstəyi ilə Güney Azərbaycana koordinasiyalı hücuma başladırlar. Sovet müdafiəsi alt-üst oldu və mühüm şəhərlər sürətli ərazi Səfəvilər nəzarətinə keçdi. Yerli əhali Səfəvi qoşunlarını xilaskarlar kimi qarşılayır. Sovet müqavimətini daha da zəiflədir. Yumruq sıxıram. Getdik. Türkiyə silahlı qüvvələri Qafqazda irəliləyir. Ukrayna separatistləri üsyanı güclənir. Ukrayna deyir bu tərəfə gedir. Abla Ukrayna buradır. O xəbərləri bir girirəm və tamamı. Ukraynaya, Belarusiya, İsveç və dövlətləri müstəqilliyə nizar edib. Nə gülərəm. Səfəvi imperiyası Azərbaycanın ilhaq etmək planlarını açıqladı.
Son qələbələr və Sovet İttifaqı daxilində yaranmış xarici vəziyyətdən əsərdən Səfəvi imperiyası Azərbaycanı rəsmən ilhaq etmək niyyətini elan edir. Bu addım Moskvada qəzəb doğurur, lakin Sovetlər effektiv cavab vermə iqtidarına malik deyil. Almanya anti-komitenin paktını elan etdi. Almanya, İtaliya və Yaponiya Sovet İttifaqına və beynəlxalq kommunizmə qarşı ittifaqlarını möhkəmləndirərək anti-komitenin paktını elan etdilər. Sovet qoşunları Qafqazda əks mu? Oy. İttifaqı itirmiş bölgələrin geri qaytarmağa çalışaraq Qafqaza çıxılmış əks-hücuma başlayır. Dərin təhdidlər qarşısında tam zəifləyirlər. Səfəvi daxili komandanlığı Ermənistana hücuma hazırlaşır. Bəsdir də Türkiyə eləyəcək də. Adam hər saniyə bir şey hazırlaşır. Siz tarixdə diplomatik müzakirələr apararaq deyil, dum-bum girərək aldınız. İndi də elə eləyin. Səfəvi imperiyası üçün Qafqazdakı irəliləyişlərimizlə yanaşı, son qələbələrini Sovet hakimiyyəti qəsd şəkildə sarsıtma imkanı verir. Biz hesab edirik ki, Ermənistana koordinasiyalı hücum vacibdir. Bu seçim vaxt, strategiya və respublikası haqqında fikirləriniz necədir? Şimdi belə yazaq. Siz havadan, biz qaradan. Çox havalı bir laf oldu. Siz havadan, biz havadan. İlə şərtləri yerinə yetir. Artıq çox iddialı bir şeydi, amma şu ərazilərə keçirib şuradan bir xətt. Xəzər dənizini Səfəvi dənizi eləmək istəyirəm. Bax da düşüncələr düz deyin. Bunu mütləq eləyəcəm onsuz da. Səfəvi və Türk qüvvələri Ermənistana koordinasiya hücuma başlayıblar. Girdik bu arada. Gözəl. Səfəvi qüvvələri Yeran təhlükəsini təmin etdilər. Bir alırıq Qafqazdakı bütün YouTube. Deyirəm Google. Türkiyə Silahlı Qüvvələri Tiflisə keçiriblər. Vay Türkiyə. Ulan ora mən alacaqdım. Qaradənizə çıxış əldə etmək istəyirdim. Şərəf. Neyse şərəf. Aynen Şərəf Rafiz. Özümü zor saxladım. Səfəvi imperiyası Ermənistana rəsmən ilhaq edir. Qəşəng. Ən azından Qafqazdakı iki mühüm dövlət olan Azərbaycan və Ermənistanı aldıq. Onlar da Gürcistanı alsınlar, bizim ədəyimiz olsun. Adamlar ikisi aynıdan bir arxamızda